ABŞ İranla danışıqlar təmin olunana qədər Yemen əməliyyatlarını davam etdirəcək. Bunu Pentagonun sözçüsü Sean Parnell bildirib. O, ölkəsinin Husilərə qarşı reallaşdırdığı son hücumlara diqqət çəkib. Diplomat sülhün artıq güc yolu ilə geri qayıdacağını bəyan edib. Parnell ABŞ-nin məqsədlərinə çatana qədər öldürücü güc tətbiq edəcəyini deyib. Pentagon hücumların səbəbi kimi yaxın şərqdə rejim dəyişikliyini yox, Amerikanın maraqlarının qorunmasını göstərir. Ölkə əvvəlkilərdən fərqli olaraq bugün daha geniş hərbi əməliyyatlar aparır. Qeyd olunub ki, əgər üsyançılara kömək davam edərsə, İran da hədəf alına bilər. Analitiklərin fikrincə, Ağ Ev Tehranın proksi qüvvələrini zəiflətməklə İslam Respublikasını danışıqlar masasına çəkməyə çalışır. Burada əsas məqsəd isə İranı nüvəsizləşdirməkdir. Yeməndə Husilər İranın ən böyük proksi qüvvələridir. Çünki həm Hind okeanında, həmçinin Qırmızı dənizdə əsas dəniz marşrutlarına bu qüvvələr nəzarət edirdi və İran konkret olaraq bu istiqamətdə öz geosiyasi mövqeyini gücləndirirdi. Ona görə də Trump proksi qüvvələri sıradan çıxardandan sonra İranı bir daha danışıqlar masasına əyləşdirməyə dəvət edəcək. ABŞ-nin açıqlamaları və hücumları fonunda İran öz qüvvələrdə döyüş hazırlığı vəziyyətinə gətirib. Sepah komandanlığının məlumatına əsasən, ölkənin cənubundakı dəniz qüvvələri hər hansı hücuma qarşı hazır vəziyyətdə dayanıblar. Bildirilib ki, bir neçə gün əvvəl ABŞ və İsrailin hərbi təlimləri də eskalasiyanı qaçılmaz edə bilər. Yeri gəlmişkən, Təl-Əvivin də Həmasa qarşı hücumları Vaşinqtonla paralel vaxta təsadüf edib. Ekspertlər bunu müttəfiqlərin İranın proksi qüvvələrinə qarşı birləşməsi kimi dəyərləndirirlər. ABŞ-nin İranla birbaşa münaqişəyə girəcəyi ehtimalı azdır. Buna görə də Ağ Ev Tehranın regiondakı mövqeyini bu yollarla zəiflətmək istəyir. İsrailin hamlelerində İranın proksi kuvvetlere yardımını engellemek ve Hizbullah ve Husiler konusu başta olmak üzere İran destekli Orta Doğu coğrafyasındaki yapılanmalara İran'ın desteğini kesmek ve olası bir durumda İran'ı doğrudan suçlu ilan edeceğini beyan ederek İran'ın frenlenmesini sağlamaya çalıştığı anlaşılmaktadır. Qeyd edək ki, ABŞ prezidenti Donald Trump da İrana xəbərdarlıq edib. O, Husilərin açdığı hər bir atəşdən Tehranın məsuliyyət daşıyacağını deyib.